Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Saxta Məhdiçilər və ya Əhmədülhəsəncilər son proqramlarımızdan bəzilərində işarə vurduğumuz və ölkəmizdə yaradılan, İraqdan və bəzi ölkələrdən sonra bizim ölkəmizdə yaradılan daha bir azğın təfəkkür tərzidir. Və bu təfəkkür tərzi Məhdi adı ilə Qur'ana və Əhl-i Beytə hücum edən bir təfəkkür tərzidir. Bugün istəyirdik icmali olaraq bunların barəsində bir neçə fakta toxunaq. Əlbəttə, daha geniş şəkildə söz vermişik, təfsilatı ilə bunların bütün kriteriyalarına olan iradları və bütün batil yönlərini danışacağıq gələn proqramlarımızda mütləq inşallah. Bəhsə keçmədən öncə adətimiz üzrə bir neçə xatırlatmanı nəzərinizə çatdıraq. Əgər yadınızda varsa, qeyd etmişdik ki və təkid etmişdik dəfələrlə ki, Siyonizm cərəyanı sıxıldıqca və təzyiqlər onlara artdıqca hər baxımdan dünyada və oyanış dalğaları fonunda bu cərəyan qlobal olaraq və xüsusilə xalqımızın etnik və Əhl-i Beyt kökənli həssasiyyətinə görə bu cərəyanın ölkəmizdəki ideoloji azğınlıqları, saptırmaları və zehni terrorları intensivləşəcək. Və qeyd etmişdik ki, hazır olun ölkəmizdə Qur'anın və Əhl-i Beytin əməli və praktiki şəkildə təhrif olunmasına. Bundan əlavə demişdik ki, yalançı Məhdilərin zuhuruna və yalançı Məhdiçilərin həqiqi Məhdiyə qarşı, real Məhdiyə qarşı dünya və ölkəmizdə intensivləşəcək təbliğatına qarşı hazırlıqlı olmalıyıq. Və bir fikir də qeyd etmişdik ki, iki cür Qur'an var, danışan və danışmayan kitab şəklində. Bu iki Qur'andan biri, yəni natiq olan Qur'an, Peyğəmbər və Əhl-i Beyt əleyhimussalam, qondarma və saxta sünnilər olan, yəni Amerika sünnüləri olan köksüz vəhabilər tərəfindən təhrif olunur və danışmayan Qur'an, susan Qur'an olan kitabımız isə məzhəb qüvvələri adı altında ortaya çıxan Məhdiçilər, İngilis şiələrindən sonra Məhdiçilər tərəfindən təhrif olunur. Necə ki, vəhabiləri izləyirsiniz də, sosial şəbəkələr kim istəyir, nə istəyir danışdığı bir yer olub. Əlbəttə, haqq cəbhəsindən başqa. Bunu da bilin. Kim nə istəyir paylaşa bilər, amma haqq cəbhəsi paylaşa bilməz. Siyonizmin zülmləri paylaşa bilməz. Bunların kuklalarından olan və köksüz olan vəhabilərin natiq danışan Qur'ana hücumlarından bir real nümunəsi son zamanlar sosial şəbəkələrdə əldən ələ gəzən Peyğəmbər və Həzrəti Əli əleyhissalam, bunlar da şərab içiblər. Qur'anın güya ayəsini gətirirlər ki, bir dəfəlik haram olmayıb. Nəuzubillah. İndi isə gəlin əsas bəhsimiz saxta Məhdiçilər və Əhmədülhəsənlərin bir sıra paradoksal və ziddiyyətli fikirlərinə baxaq ki, birbaşa Allahın kitabı Qur'anla ziddiyyət təşkil edir. Mən dediyim kimi icmali danışacağım, sadəcə 4 nümunə buradan gətirmişəm ki, sonraki proqramlarda inşallah daha təfərrüatı ilə toxunaq. Biri budur ki, bunlar Qur'anın əslində problem yaradırlar. Sosial şəbəkələrdə güya çıxıb, hədisləri Azərbaycan dilinə tərcümə edib, özlərinə sərf edən hədisləri danışan bu
yalancı məhdicilər deyir ki, Qur'an təhrif olunub. Əlbəttə biz şiəlik sünnədir bəhslərində, bağlanan kanallarımızda məxsusən o layihədə buna toxunmuşuq bir neçə dəfə. Qur'an təhrif olunub. Biz ziddiyyətlərindən danışırıq. Qur'ana zidd olan birinci sözləri Qur'anın özünün təhrif olunmasıdır. Niyə? Hicr surəsi 9-cu ayə. İnna nahnu nazzalna zikr və nahnu lahu lahafizun. Həmin Qur'an ki, bunlar ondan dəm vurur və deyirlər, təhrif olunub. Qur'an özü deyir ki, həqiqətən də biz bu Qur'anı nazil etmişik və biz mütləq və mütləq onu qoruyanıq. Qoruyacaq yox, qoruyanıq. Yəni, hər ləhzə Allahın öz vasitəsi, məxsusən imamət vasitəsi ilə bu qorunur. Bunlar çıxıb deyirlər ki, Qur'an təhrif olunub. Necə ayələrin yeri dəyişdirilib, filan olub, Osmanın vaxtında cəm olub, Əli əleyhissalama verilən Qur'an deyil. Təhrifin özünü təhrif edirlər. Biz danışmışdıq. Təhrif, mənəvi təhrif var və ləfsi təhrif var. Bundan dediyimiz kimi geniş danışacağıq bu detallar, sadaladığımız bu faktorlardan, bu nüanslardan ki, bunlar deyir. Ümumiyyəti budur ki, Allah həmin Qur'anın özündə dediyi halda ki, biz özümüz qoruyacağıq bu Qur'anı, bunlar deyir ki, yox. Ayələrin yeri dəyişdirilib, xəlifələr gəlib filan edib, bəsmən edib. Bu barədə daha geniş danışacağıq. İkinci, tarix boyu, hətta Avropada, Məsihiyyət dinində belə, dinin təhrif olunması və insanların doğru, real dindən, Allahın göndərdiyi dindən çəkinməsi üçün şeytani qüvvələrin ki, arxasında siyonizm və İngilis türküsü dayanır, hətta Qərbin öz xalqına qarşı işlətdiyi sehirləyici iki qüvvədən biri qadın azadlığı məsələsi. Bunlar da onların bir qolu olaraq sosial şəbəkələrində bu saxtakar məhdicilər deyirlər ki, qadında hicab vacib deyil filan. Həmin Qur'an 30-cu ayəsinə baxın Nur surəsinin ondan o tərəfə müfəssəl aşkar şəkildə qadının hansı hissələri örtülməlidir və kimlərin qarşısında naməhrəm və məhrəm məsələsi açılır. Bu ikinci ziddiyyətlər Qur'ana. Üçüncü, ilahi və Rəbbani alimlər və müştehidləri inkar edirlər. O halda ki, birincisi, canlı Qur'an olan Əhl-i Beytdən sadir olan bir sıra mötəbər hədislər bizi yönləndirir fəqihlərə, məxsusən məsələn İmam Sadiq əleyhissalamın dövründə, İmam Baqir əleyhissalamın dövründə, hətta özləri yaşadıkları halda ayrı bir məntəqədə olanlar gəlir imama görüşəndə deyirdilər, sənlə bizim üns qurmağımız çətindir, təmas qura bilmirik, deyirdi filan kəs var sizin məntəqədə, məsum olmayan. Və Qur'anın özünə, kitabın özünə ziddiyyəti hardadır bunun? Qur'an buyurur ki, فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ. Nəhl surəsi 43-cü ayədə. Allah buyurur ki, əgər bilmirsinizsə, mütəxəssis deyilsinizsə, ilahi din və həyat tərzi ki, sosial və fərdi bütün həyat sektorlarımızı əhatə edən bir kompleksdir bu din. Mütəxəssislərinə əhlə zikr, əz-zikr Qur'andır xüsusi mənada. Qur'anın əhlinə müraciət edin. Fəqihlərdən yaxşı Qur'an əhli. Və 4, hədəfləri məlum olur. Bunlar gəlirlər siyonist İsrail rejimi öz sosial şəbəkələrində verdikləri müsahibələrlə bu saxta məhdicilər, Əhmədül Həsənçilər təthir edib təmizə çıxardırlar. Müsahibə verirlər, deyirlər ki, bəli də İsraillə gərək sülh eləsin Fələstin. O halda ki, Qur'an-ı Kərim, yenə də Qur'ana ziddir, Maidə surəsinin 82-ci ayəsi ki, dəfələrlə toxunmuşuq. Və Yasin surəsinin 60-cı ayələrinə əsasən Allah əksəriyyəti fasiq olan və bugün siyonist formasında təcəlli zuhur edən
Yahudu bəşəriyyətin düşməni bilir və bəşəriyyətin Allaha ən yaxını olanların müminlərə qarşı ən şiddətli düşməndilir. Və bu gün də açıq şəkildə vəhşilikləri görünür. Və maraqlısı ondadır ki, bax burasına diqqət eləyin. 3 nöqtə qeyd edəcəm sizin xidmətinizə ki, aşkar olacaq. Çünki bizim bunu deməyimizdə sırf şəxsi olaraq kiminləsə mübahisə eləmək deyil qəsdimiz. Və şov da deyil qəsdimiz. Bizim qəsdimiz bu təfəkkür xəttinin mənşəyi və hədəfini bilməkdir. Bu 3 fakta çox diqqət edin və bu proqramı çox paylaşın. İcmali olsa da bu proqram. Maraqlı 3 nöqtə. Birincisi, Vəhhabi tör-töküntüsünün Allah Peyğəmbərinə bayaq dediyimiz kimi əxlaqsızlıq və haram işləri nisbət verməsi öz bəzi saxta hədislərinə və kitablarına əsaslanaraq eyni ilə əksəriyyəti fasiq olan Yəhudun öz peyğəmbərlərinə əxlaqsızlıq nisbət verməsidir. Onlar Davuda, Süleymana, məxsusən Davud əleyhissalama peyğəmbər adını üstündən götürüb padşah adını, mümin padşah adı qoyurlar və deyirlər ki, nəuzubillah, Davud öz qoşununun komandirlərindən birinin yoldaşına gözü düşür, yuxarıdan baxır, onu üryan görür hamamda, nəuzubillah, gözü düşür, komandirini göndərir ön cəbhəyə ki, onu öldürsünlər, bu o xanımı alsın. Vəhhabilərin də peyğəmbərimizə və digər peyğəmbərlərə əhl-i sünnə adı üzərlərinə qoyub bu nisbəti verməsi eyni ilə Yəhudun peyğəmbərlərə verdiyi nisbətdir. Və həmin siyonizmin ölkəmizdəki kuklası massonmirilərin Qur'anda peyğəmbərlərin möcüzələrini təkzib eləməsidir. İndi fazelləri düzün. İkincisi, Qur'anın yalancı və saxtakar məhdiçilər vasitəsilə Qur'ana zidd iddialarla zəiflədilməsi, yüngülləşdirilməsi də eyni ilə həmin bu massonmiri, siyonist nümayəndəsi massonmirinin Qur'ana qarşı iddiası ilə üst-üstə düşür. O da deyir ki, Qur'anın heç bir müqəddəsliyi yoxdur. Bu yalancı məhdəçilər də deyir, Qur'an təhrif olunur. Demək, birinci nüans Vəhhabilərin əksəriyyəti fasiq olan və bugün uşaq qatil olan rejimlə ortaq cəhəti. İkincisi, bu məhdicilərin. Gəlin, üçüncü nüansa ki, bu ikisinin demək olar nəticəsidir, yaxşı diqqət eləyək. Bütün bunlardan sonra siyonist rejimi, uşaq qadın qatili olan rejimi, genosid törədən rejimi ki, Qur'anın buyurduğu əksəriyyəti fasiq olan Yəhudun bugünkü canlı təcəssümüdür. Bu rejimi təmizə çıxartmaqda bu üçünün ortaq cəhəti var. Massonmiri, Vəhhabi və saxtakar məhdici. Massonmiri bir cür, görürsünüz. Vəhhabi, Fələstin Tufanul Əqsa başlayanda nə deyirdilər? Həması qınayırdılar və bu saxta məhdicilər də qeyd etdiyimiz kimi Qur'ana zidd olan 4 ünsüründən birini saydıq. Biri də nə idi? İsraillə sülh. İndi məlum olurmu ki, bunların mənşəyi, bu fikir xəttinin mənşəyi hardan gəlir və hədəfi nədir Azərbaycanımızda?
Məgər bunlardan sonra düşünən, zərrə də olsa düşünən insanda şək qala bilərmi? Ki, bunların mənşəyi harada, hədəfi haradır? Əlbəttə, söz verdiyimiz kimi, bu gün də dedik, təfsilatı ilə gələn proqramlarda bunlarla bizim hələ işimiz var. Bunlar belə asan öz canını qurtara bilməz. Allah bizə həm fiziki meydanda, həm də məxsusən ən önəmli meydan olan təfəkkür və cərəyan meydanında, mənəvi və təfəkkür xətti meydanında müqavimət və mübarizədə tövfiq versin. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.